bütün məktəblərdə rüşvətxorluq baş alıb gedir. Rüşvətxorluq olan yerdə təhsildən, özdə ibtidai təhsildən danışmaq mümkün deyil. Uşaq hər gün gəlib, məktəbdən gələndən sonra atasının, anasının yaxasına çöküb, gah plan iş üçün məktəbdən pul yığıldığını və yaxud da gedir sabah o məktəbdə bir tikə dostları ilə bir yerdə, uşaqlarla bir yerdə bir bulka alacaqdır, valideynindən pul istəyir. Valideyndə də pul yoxdur. Gəlin hesablayaq, bax, Teymur bəy, siz dediniz ki, iqtisadçı belə bir məlumat verdi ki, il ərzində Azərbaycanda 17 min ton kərə yağı istehsal edilir. Doğrudur mu? 17 milyon. Gəlin bölən 10 milyon əhalinin hər insana nə qədər 1,7 kilogram. Qram düşür. Qram düşür. Mən başa düşürəm, xaricdən də alırlar. Özdə keyfiyyətsiz yağları, özdə hamısı monopoliyadadır. Bütün tərəflərdən elə bir bu xalqa qənim kəsiniblər. Ölkəmizdəki onkoloji xəstələrin sayını gedin görün onkoloji institutda, mərkəzə. Elə bil ölkənin yarısı orada xəstədir. Respublikanski xəstəxanaya gedin baxın, yeni klinikaya baxın. İnsanlar elə bir ki, mən ora bir neçə dəfə yolum düşüb getmişəm, elə bir ki, ölkənin bütün əhalisi oradadır. Elə bir hamı xəstədir. Bəs bunun statistikası aparılmır. Amma əgər dövləti idarə edə bilmirsinizsə, istifa verin, gedin, bir başqa bir qrup gəlsin, görək, bəlkə onlar bu ölkəni yaxşı idarə edəcəklər. Bütün bu dediklərimizin aradan qaldırılacaqdır. Ziyafət Əsgərov çıxıb tribunadan deyir ki, biz hakimiyyətə heç kimə verməyəcəyik. Heç kim partiyalar, o siyasi qurumlar, gedin işinizlə məşğul olun. Biz hakimiyyətdəyik, hakimiyyətdə də qalacağıq. Hansı ki, bu bilavasitə hakimiyyətin zorla ələ keçirilməsi, zorla əldə saxlanılması deməkdir. O, xaricdə yaşayan blogerlərə qarşı Azərbaycan Respublikasının prokurorluğu ittiham veribdir ki, hakimiyyəti zorla devirmək çağırışları ediblər. Ziyafət Əsgərov qulağınızın dibində hakimiyyəti zorla əldə saxlamaq bəyanatı verir, çağırışları edir. Onun da haqqında cinayətçi qaldırın.